Cəhənnəm ol, çıx get də, sən eşitmirsən həmən. Söhbət nədən gedir, nə uşaq? Boş-boş danışır da sən nə qulaq assan, buna et? Sən niyə əsəbləşirsən ki? Sən Sən nə işin var burada? Buna görə gəlirsən hər gün işə. Mahir, bu kimdir? Deyirəm sən də heç utanmırsan hə? Qızım sən indi bax nəyin fikrini eləyirsən ki? Yox, niyə gəl belə bir şey desin ki? İndi mən başa düşmədim, sən Turaldan yəni şübhələnirsən? Tək bir şeydən əminəm ki, əgər belə bir şey olsa bir də, mən Turalı heç vaxt bağışlamaram. Keçən dəfə xəstəxanada mən yatanda Almazın adını çəkmişəm. İndi də elə bilir ki, mənim Almazla nəsə bir münasibətim var. Düzündə yaşar. Demirsən get. Mən də hazırlaşıram da yavaş-yavaş getməyə. Sən də gedən sifət görmürəm mən. Mən daha heç eləməyəcəm. Əmin ola bilmirəm sənin bu dediklərinə. Nəsə olub, burada niyə danışırıq? İlqar bizə gəlmişdi. Deməli, Nigar ona deyib, hə? Nigar da deyir ki, mən deməmişəm. Nə demək istəyirsən, Almaz xala? Açıq denə. İlqara sən demisən? nə oldu bizim məsələ? Cavablar çıxdı? Bu qızın yanında olun, bəlkə bilək ki, sizin övladınızdır. Xəyanət 9 iyun saat 22-də Xəzərdə.